Dünən gecə saat 11-də biz buradayıq. Reysiniz nə vaxtdaydı? Saat 1-də. Nə məlumat veriblər sizə? Çox pis. Məlumat ümumiyyətlə yoxdur. Yaxınlaşırsan, necəsə olur bilmirəm. 60 manata uça bilmirik, amma 95 manata bilet var. VIP uçmaq olur. Sonra yazırlar ki, burada bizə yemək veriblər, su veriblər. Heç nə yox. Uşaqla qalmışam. 8 aylıq uşaqdır. Hazırda Naxçıvan Beynəlxalq Hava Limanında Naxçıvan-Bakı istiqamətində uçuşunun həyata keçəcəyini gözləyən 4 reysin sərnişini var və ötən gündən hava şəraiti ilə əlaqədar gecikən 4 reys bugün səhər saatlarında həyata keçirilib və Azal rəsmi olaraq öz səhifəsində də qeyd edib ki, digər reyslərin gün içində həyata keçirilməsi gözlənilir, amma vətəndaşlar burada artıq 10 saatdan artıq gözləyirlər və bəzi hallarda isə 13 saatdan artıq gözlədiyini qeyd edən sakinlər də var. Bir sözlə vəziyyətdən narazıdırlar. 9 saatdan artıq da biz gözləyirik burada. Hələ ki məlumat verilmir, amma yenə də gözləyirik. Mənə xidmət eləyəcək şəxs bura qoyulub xidmət eləsin, mənlə döyüşür. Deyir, məni döyəcəksən. Deyirəm, mənə məlumat ver, nə vaxt tutacam. 8 aylıq körpəmdən qalmışam burada. İstisi tapa bilmirəm. Hələ deyilməyib, nə vaxt gələcəksiniz? Hələ yoxdur. Neçə saatdır burada gözləyirsiniz? Dünən gün ortadan. Reysiniz nə vaxtdaydı? Axşam 2-yə. Nə vaxt gedəsiniz, deyiblər sizə? Xeyr, heç bir məlumat vermir. Biz burada yatmışıq. Ac, susuz, heç nə yoxdur burada. Heç kim də heç nə ilə qarşılamayıb bizi. Deyiblər nə vaxt gedə bilərsiniz? Yox, kimə də vallahi bax bundan 3 nəfərə getdim, yaxınlaşdım, belə eləyib keçirlər. Heç mənə cavab verən yox. Neçə saatdır burada gözləyirsiniz? Burada sutkadan 15 saattir. Saat 11-də. Nə vaxt idi reysiniz? Dünən idi. O belə deyil, bu belə deyil. Ne edeyim? Hələ heç bir məlumat verməyiblər, nə vaxt? Vermirlər. Yaranan vəziyyətlə bağlı Naxçıvan Beynəlxalq Hava Limanından sorğumuza cavab verilməsə də problemin hava şəraiti ilə bağlı olduğu bildirilir.